Hə, deyəsən sarıyıbsan özü. Başından yekə danışsan. Neysə də savadamız. Askırağın nə dəxli var qulunca? Yapıla sən də özü sarıyıbsan. Vallahi. Bilmirəm ki, axı bu. Elə sənə bilirlər, gic deyirlər. Qəndi hara qoydun? O qəndi ver mənə. Qənd. Gəl. Ay, şimdi bax qoy. Mən də içimdən teysən çay. Səpih. Sənə mən səpih deyirəm. Elə nə mənədir? Rəhmətli dədəm yaxçı dedi ki, elə mən oğlun dəli dolusuna. Bilmirəm, dəli dolu dəli dedi, mən nə bilim. Qətlə nə yaşımısan? Yaxşı eləyirəm. Və çay nəyə qətlə içmədin? Yavan içdin. Onun sənə dəxli var. Mən çayı yavan içdim, qətlə içdim, sənə nə rəbti var? Əsabımda xarab eləyirsən. Küsməyə babam. Uşaqlar idi, elədim bə, sən orada boyun oturub mısısan. Mısma yoxcun. Mısmıram, hər nəyə dixalət eləyirsən. Mən deyirəm, sən məndən söz soruşdun. Dedin ki, koronaya, Amus Pərvəzin rəisi olsaydın, koronaya nə iş görərdin? Mən də dedim, Xumeyninin yolunu gedərdim. Sən də məni məskər elədin, güldün, deyirsən, hamı sənə ona görə giş deyir. Axı, belə bir söz deyirsən ki, hop, heç kimin ağlına gəlmir. Məsələn, Nəhsətin nə rəbti var? Nəhsə savadamızın nə rəbti var əslən koronaya? Onu gedib bir yerdə deyərsən, özüvə gülərlər. Hələ mən qardaşından mən bir söz demirəm. Mən bir yerdə demərəm ki, sənə deyirəm. İndi sən də bilmirəm, başa düşdün, düşmədin. İndi başa düşsən, düşmüşsən də özün bilərsən. Qoli, mənə nə rəbti var? Sən məndən söz sorsan, deyirsən, Amus Pərvəzin rəisi olsun, ona nə iş görərdin koronada? İndi hamı korona qutarıb gedib. Sənin öz sürməyivə nə rəfti var? Da küsmədən, mənə sonra dön bax, söz deyirəm. Sən də bir söz deyəndə elə qorumuşsan. Küsməmişəm, nə küsəz deyəm. Sözüm mən söz dedim, sən söz soruşdun, mən də söz dedim. Başa düşmədim mən nə dedim, mənə nə rəfti var? Üzü çörbərdə, nə elə başı olub, sözü deyib, dönürsən orada. Çördüm, gəl, bax, üzümdə nə var? Bax, nə qədər üzümə baxsan, bax. Və mən yalan demirəm ki, Amus Pərvəzin rəisi olsaydım, mən bilərdim nə iş görəm. Mən bilərdim, baxardım, görərdim, Nəhsət savadamızda nə iş görürlər, o iş görərdim. Gətirib şadı soxmazdım o quşiyə. Amma da o quşiyə baxar, uşağı da baxar, nənə də baxır, ələn hindi uşağı da şada baxır. Qapı, 2 dənə, 3 dənə, 4 dənə, o evə, bu evə 1000 dənə bekar var. İranda 50 dənə bekar var. Aparardım ki, hamısın qapı, hərəsinə diploma, ondan sonra nə deyirlər, doludur tek qızdır, oğlan bekardır. Nəhsət savadamızda Xumeyni gördün, qocaları fəqət savadlar eləsin deyən qapısına, küçədə yatdı, hamısına yol deyirdi. Tükan tuturdu. Hətta tükanın icarəsini verirdi ayda. O zaman 300 tümən, 400 tümən, 500 tümən pul verirdi. İndi qızlar gedir tükanda tək 3 milyon tümənə, 4 milyon tümənə işləyirdi. Kolli lisanslarımız bekardı. Kolli boğ lisanslarımız bekardı. Nə qədər diplom var. Eləyə bilərdi Amus Pərvəzin rəisi hamısını qapı yolluya, ona, mına. Ondan sonra Begoli küçələrdə o qədər boş tükan var.
Bomba üstədə də dükan tikirlər. Elə biri ev tikir, qaçaq, qeyri-qanuni plan, bir dənə ambarı tikir, bir dənə dükan tikir. Çə xiyaban qıraqula şey yox. Yollayacaq da qəşə o şadı quşuya dürtüncət, əlan qoy o tarafa bax quşunu qoymur yerə bax. Nənəsindən olandan əvəz ki, məmə quşunu götürür əlinə. Sütü əlindən ala bilirsən, döş əlindən ala bilirsən, quşun əlindən almırsan. Nənədən ayrısan, ağlamır, quşdan ayrısan ağlayır. Eləyə bilərdi. Yenə ya əsəbani olma, yavaş-yavaş deyirsən, başa düşdüm, indi deyil, ya qəşək söz deyirsən. Deyil, canın qadasını alım, deyil, mənim qardaşımdır. Nə, əsəbani olmayaz ya. Mən görürəm, mənim fikrimdən keçən, heç kimin fikrindən keçmədi. Belə məmləkət, xilasə, kolli dünyanı sarıdılar bir dənə koronayla, hamı özünü itirdi. Bir dənə basavad olmadı. Bir dənə basavad olmadı, gələk Xomeyni'nin yolun gedək. Və belə bekar adam var idi. Gedə məgər fasilə demirdilər 2 metr fasilənin var. Məhəllələrdə gəlib 4 dənə uşaq götürüb, hər bir dənə zaban 4 dənə uşağa dərs verəcəkdi, ibtidai. Böyle hələ qoyaq, nəmədir, o kim danışıcıdır, o kim Dəbiristanda, onları qoyaq ki, onlar məsələn anlayır. O Dəbiristan bağlayı məsələn 12-ni oxuyan, o birisi. O həddə ki, məsələn, o dərsləri bəqolü gəlib dərsi deyirdi, səhər gəlib təhvil alazıya. Mərif eləyədi, kollən bir klasda oturdu. Buna deyərlər Nehsət Emelli. Xomeyni onu bir dənə numat qoydu getdi. Bəli, anlayan yoxdur. Hələ niyə başı saldın aşağı lafdan? Babam anlayan olar, sən mənə deyirsən, niyə qışqırırsan? Kimi zıvırda, bir adam yoxdur ki. Baba, mən nə fikirləşəcəyəm? Nə deyəcəyəm? Mən baxıram, içimdən yanırım. Koldən bağrım çatlayır. Gene puldadı ya. Bu puldamadı. Bir dön mənə sarı bax sözüydü. Mənim qulu qardaşım. Səfih, giz, dön buza bax. Babam baxıb, dayıb sən mənim qardaşım, sən mənim başa düşməyəndən sonra. Mən ayrısına nə cür sözümü deyim? Sən məni başa düşmüsən. Məni başa düşdün, bilərsən, mən bir söz dedim ki, yəni, eləyə bilərdilər ki, ayılan uşaq üçün, şadı gətdilər, dürtdülər millətin uşağın quşusuna. Koronada hamı kollan quşu yad elədi. Ələn boylu arvadlarda xop, qarınlarında uşaq, ondan sonra, hər nəminə da zindəgiləri, qonaq gəlir, quşu əldədir. Uşaq dünyaya gəlir, uşaq hətta qarnında da hiss eləyir, o quşu əlində. Qarnında da hiss eləyir bunun nənəsi, quşuya baxır. Əslən, böyük bir dərddir ki, məsələn, biz 200 il bundan belə də, məsələn, biz bunu, bu adəti tərk edə bilmərik. Bizi, məsələn, elə bil itə deyirsən, loq-loq, deyir, bəlkə ət gəl. Ya dürüt-dürüt deyəndə gəlir bura. Ya məsələn, elə bil adət verirlər, bax. Ana rəhmətli dedəm, siqarı tərk edə bilirdi. Benava siqarı tərk etdi, çərətan tutdu, öldü. İndi bilmirəm, ha, niyə? Bəli, məsələn, heç ona da etiq adamı yoxdur. 85 sinni var idi, ömrü öldü. Ağam yadıma düşdü. Bax, bəli söz deyirəm sənə. Ələn çarəsi nə mənədir? Məsələn, sən deyə bilərsən çarəsi nə mənədir? Məsələn, bundan belə təzə gəlinməsinə nə iş görək ki, məsələn, o adəti tərk edək. Ona bir rəvişim var. O, məsələn, kimdən istifadə eləsinlər? Kimdən istifadə eləyəsinlər? O qədimkilər bir söz deyib, bir qoy sənə bir misal deyim, yadıva gəlsin. Bir gün bir, nə mənədir, bir dənə ranəndən dəlixananın qabağında. Ranəndən elə bir şey çıxıb, maşının təriyin biri çıxıb, belə çıxıb qabağından çıxıb gedib, böyrü üstə dayanıb. Düz dəlixananın qabağında. Sonra bir dəliyin biri baxırmış buna. Ranəndə də tez qaçıb xiyabana, ona gedib tərif götürüb gətirib, cəkkət vurub. Onu əl eləyirmiş, qardaş, məsələn, böyük maşınçılar, pıçın olmaya mənə verəsən. O deyirmiş, yoxdur. Buna deyirmiş, pıçın olmaya mənə bir 2-3 dənə verəsən buna. Sonra bu dəli bunu çağırır, deyir, qardaş, nə olubdur? Deyir, qədib bu dəlixanaya üzün çörüb, deyib, valla sən bilməzsəniz, getkinən işini də alışır. Hələ deyib, bir dəli deyib, hələ mənə deyib, bir görüm, bəlkə mən də bildim, nə olar, hər ağızda bir dua var, ağıl ağıldan ötkündür.
Ondan dəlidən soruşub, deyib da görürsən də nə, sən ki, deyib baxıram, görürəm, tərin çıxıbdır, ora qaçsan, bura qaçsan, pış kəssən. Dəlim ona deyib. Ondan deyib, hə də, onu da görsən, nə soruşsan? Deyib, baxı, istəyirdim yolun sənə deyəm. Deyib, valla, sən yolun bilən olsaydın, sənə bu dəlixanaya niyə salardın? Da indi mən də bu dünyada hissat yerində dər ki, mən də yerimdə dərəm. Dəli deyib bu da. Sonra deyib, hə, nə mənə nə olubdur? Deyib, hissat. Nə mənə deyib, getginən tərvin, bundan sonra tərvin neçə, maşının neçə təri var? Deyib, maşınımın təri mən 4 təri. Deyib, hər tərvin neçə pısı var? Deyib, hər tərin 4 pısı. Deyib, biri çıxıb, deyir, hə, qalıb indi 3 təri 4 pısı, 12 pısı var, elə deyir, hə. Deyir, getginən qəşə hərəsindən bir pısını aç, gətir qabağdakı, məsələn, o tərin üçün çıxıb bağla ona. Hərəsinin olsun 3 pısı. O 3 pıs sən aparar, orada 4 dənə pıs alıb hərəsinə bağlarsın. Dəliyə baxıb, deyir, valla, sən məndən ağıllısan. Səni ki, bu dəlixanaya verib. Deyir, yox, mən dəliyəm, bəli, sən də səhv etsən. İndi, sən yolu məndən soruşsan, yolu geçsinlər səfehlərdən soruşsunlar. Yolun səfehlərdən soruşsunlar, səfeh geçə bilər. Yaxşı, səfehtin biri sən. Yaxşı, bir qol özün, mən, çöl, el, oba, sən deyir, sən səfehsən. İndi qoyaq, mən elə bir böyük şey, əvvəli zalımız fərbəşəm, səndən soruşuram. İndi nə qədərək, məsələn, bir sirasimiya, məsələn, bəzi sirasimanın rəisiyəm. Nə qədərək, sən, məsələn, bu millət məsələn bu qoşunu tərk etsin, yoxsa da məsələn uşaq, bundan belə gələn uşaqlar dərs oxusun, kitab oxusun, ondan sonra elmin dalısıca keçsin falan. Qoşuya məsələn budur da şey olmasındır. Nə qərəziyik? Çox sadə. Çox. Fəqət seda simada sübdən axşama xop, nə mənədir, hər təbliğat verirlər, hər oyundan çıxırlar, oyundan çıxırlar. Gündə 2 dənə, 3 dənə bunlar da şərt eləsin. Bir dənə pəyamı, seda sima qoysun ki, nağa. Bir dənə düktür tozih versin, desin ki, nağa, əldə hazır genetiki, o xanımlar kimi təzə istəyir, məsələn, bardar ola, uşaq dünyaya gələ, bizim camiyə təhvil verə. Heç və də quşini, toli, boranı, nohmahəcidə əlindən götürməsin. Quş ilə vər yeməsin. Kitabla, ondan sonra o əsbabbazi ilə, məsələn, o şeylər üçün, məsələn, konçqabı eləsin, gülə su versin, ondan təbiətə baxsın, çölə gəzməyə geçsin, zindəgi eləsin. Quşini o 9 ayda ayırsın özündən. Və uşaq dünyaya gələndən sonra, uşaq üçün yenə ta sinni buluğa yetişincət, mədrəsəyə gedincət, uşağın gözünün qabağında quşu oynatmasın. Həddəqəl uşaq dil asınca ki, mədrəsəyə gedincət, oxumasa da yalandan gözünü o kitabda belə gəzdirsin. Heç zətdə anlamasa, uşağın yanında, uşaq kimi yerdə oynayır, uşaq çox konuşqab olur. Məsələn, deyir, görüm o kitabda nə mənə var, mamam belə başım belə gəzdirir. Hop, bu cür tərbiyyətləri məsələn versinlər təzə zoğuzlara, təzə şeylərə. Bundan quşu day getdi. Bax, bir qoləli, cana, sənə mən deyim ki, bu sözü burada danışdım, bir yerdə danışma. Hop, əvvələn o fəhmi şuur yoxdur sənin dediyi dərk eləyədər. Hop, sən öz aləmində onu fikirləşsən. Bu məndə əslən bu dünyanın şeyi fərq eləyir. Bax, eldən ayrı düşən dalı qalar, sürüdən ayrı düşən dalı qalar. Deyir ki, məsələn, nə mənədir, sel nətər gedir, sən də git. Hamı nə cür, sən də o cür. Sən əslən bu sözləri bir yerdə danışdın, burada ayrı yerdə danışma. Elə sən belə sözləri danışsan deyə sənə piz deyirlər, səfih deyirlər. Başa düşdü? Desinlər də, nə? Allah rəhmət eləsin, dədəm deyərdi. El sözü ilə gedən sürü tez yıxılar. Ya da ki, bir ayrı məsəl var. O bilmirəm, eşşək minirdi ya. Biri dədəbala eşşəklə gedirdi. O şəhərdə, bu şəhərdə, o şəhərdə, bu şəhərdə. Axır ikisini də sel apardı. Sən ilə qardaş, get elin sözü ilə, elə qatış. Mən elə öz sözümdən gedirəm. Yaxşıya dur, get çörəyə al, hələ səhv ehləyir. Gedib adam, sən də çörəyi elə başıma qalsın.